Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Uca Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Artıq Ramazan ayının yarısını tamamlamışıq və son 10 gününə daxil olmuşuq. Ramazan ayının son 10 günü möminlərin ibadət həyatını təkmilləşdirmək üçün xüsusi rejimə daxil olduqları bir müddətdir. Bu günlər mübarək Qədr gecələri ilə əlamətdardır. Ramazan ayının son 10 günün əhəmiyyəti nədən ibarətdir? Onun bizim mənəvi dünyamızdakı yeri nədən ibarətdir? Bugün bu məsələdən danışacağıq. Mövzu üçün həmsöhbətim Bakı İlahiyyat Kollecinin müəllimi, ilahiyyatçı İlkin Səlimovdur. İlkin müəllim, xoş gördük. İlkin müəllim, bugün sizinlə mübarək günlərdə görüşürük və artıq Ramazanın böyük bir hissəsini geridə qoymuşuq və Ramazanın son 10 gününə yaxınlaşırıq. Əvvəli rəhmət, ortası məğfirət, sonu əzabdan qurtuluş, cəhənnəm əzabından qurtuluşdur dediyi Həzrət Peyğəmbərin Ramazan ayının son 10 gününü yaşayırıq. Və bu bir baxıma ilahi lütfün zirvəsidir. İlahi nemətlərin, ilahi fürsətlərin zirvəsini yaşadığımız günlərdir. Peyğəmbərimizin hədislərində bu barədə çoxsaylı açıqlamalar var. Eyni zamanda müminin ibadət həyatında mərhələ-mərhələ inkişaf edərək Ramazanın son 10 günlüyündə bir zirvəyə çatdığı, mənəvi cəhətdən də təkmilləşmənin ən yüksək həddinə çatdığı bir dövrdən söhbət gedir. Bax, bu günləri müzakirə edəcəyik sizlə, eyni zamanda bu günləri əlamətdar edən təbii ki, Qədir gecələridir, bu haqda danışacağıq. Mən ilk sualımı belə vermək istəyirəm. Ramazan ayının son 10 günü bizim üçün niyə əhəmiyyətlidir? Həzrət Peyğəmbərin hədislərində, eyni zamanda və ya Quran-ı Kərimdə, dini mənbələrimizdə bununla bağlı hansı açıqlamalar var və bu əhəmiyyət nədən irəli gəlir? Əvvəlcə buradan başlayaq istəyirsiniz. Gördüyünüz kimi, yəni xüsusən Ramazan ayının son 10 günü müsəlmanlar üçün xüsusi əlamətdarlıq ifadə edir. Bunun təbii ki, səbəbi birbaşa Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədislərindən, Peyğəmbər sallallahu aleyhi və səlləmin açıqlamalarından biz bunu öyrənirik. Belə ki, Peyğəmbərimizin Ramazanın son 10 günündə xüsusi, yəni ibadətləri xüsusi intensivləşdirdiyi, o günü etikafa çəkildiyi, yəni ibadətlər üçün məscidə xəlvətə çəkilməyə biz etikaf deyirik. Bu günə xüsusi, bu son 10 günə Peyğəmbərimizin xüsusi etina göstərdiyini biz görürük və yenə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin buyurduğuna görə Əfəndimiz buyurur ki, Təharrav leylətəl qadri fil aşril əvaxiri min Ramadan. Qədir gecəsini Ramazanın son 10 günündə axtarın, buyurur Həzrət Peyğəmbər. Ona görə də Qədir gecəsindən bərabər daha da bu son 10 günə əhəmiyyəti daha da artır. Mömin insan yeni bir rejimə girir həyatına. Sahur daxil olur, iftar daxil olur və faktiki olaraq bir zöhd, riyazi həyat, yəni riyazət həyatı yaşayır. Asketik bir həyat yaşayır İslamın sərhədləri içində, mötədil şəkildə. Sanki bunun meyvəsi son 10 gündə, yəni Allah dediyim kimi, yəni bu düzünü Allah bilir. Sanki bunun meyvəsi də son 10 günə təsadüf edir. Əlbəttə ki, Ramazanın hər günü önəmlidir. Çox maraqlı bir məqama gəldiniz əslində. Bəlkə də buradan yola çıxaraq bunu izah etmək olar. Tədricilik. Bəli. Yəni nədir bu tədricilik? Biz İslam şəriətinin, İslam dininin, Peyğəmbərin tapşırıqlarının, buyruqlarının da hər zaman bu tədrici metodla getdiyini görürük və Ramazanda da biz bunu hiss edirik. Yəni Ramazan sizin dediyiniz kimi xüsusi bir rejimə girdiyi bir müddətdir möminin. Əvvəlcə bədən ona alışmalıdır, sonra zehin o mərhələyə alışmalıdır və bu mərhələlər keçdikdən sonra artıq Ramazan ayının son 10 günündə daha xavas insanlara məxsus, abid insanlara məxsus bir həyatı təcrübə edirlər. Bunu əlbəttə ki, əvvələ gətirsəydik, Ramazanın əvvəlinə gətirsəydik, bəlkə də çox adam üçün bu çətin olardı, elə deyilmi? Çətin ola bilərdi. Yəni, Ramazandakı dediyimiz kimi bu tətbiq olunan ibadətlərdir. Bunun sanki müsəlman bəhrəsini həmən o son gündə, son 10 gündə sanki onun bəhrəsini görür, Allahu aləm. O ki, qaldı Qədir gecəsi məsələsinə ki, son 10 günü
xüsusən möminlərin yəni diqqətini cəlb edir Qədir gecəsi və adətdən də müsəlman İslam yəni xalq dindarlığında deyil, Qədir gecəsini axtarmaq. Əvvəlcə gəlin Qurani-Kərimdən bəhs edək. Qurani-Kərimin Qədir gecəsində nazil olması bir tərəfdən bu məsələ var, digər tərəfdən Qurani-Kərimin Qədir gecəsinə vurğu etməsi var. Bunları da nəzərə alınca, eyni zamanda Peyğəmbərin hədislərini nəzərə alınca, bax bu Qədir gecələri, onların əhəmiyyəti və bizim üçün faydası nədən ibarətdir? İstərsəniz bu istiqamətdən davam edək. Qədir gecələri, ümumiyyətlə bildiyiniz kimi Qurani-Kərimdə 97-ci surəsi Qurani-Kərimin Qədir surəsidir. Sırf bu gecəyə aiddir. Belə ki, Allah Teala buyurur ki, biz onu, yəni Qurani-Kərimi Qədir gecəsində nazil etmişik. Bu, təbii ki, istər İslam tarixində, hətta insanlıq tarixində ən önəmli bir hadisədir, yəni Qurani-Kərimin nazil olmağı. Və məlum olduğu kimi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Nur dağında, Hira mağarasında xəlvətə çəkildiyində ona bir müddətdən sonra vəhiy nazil olur. İqra bismi rabbikəl-ləzi xalaq Ələq surəsinin ilk 5 ayəsi. Biz onu nazil etdikdən məqsədini alimlər deyirlər ki, həmən o ilk 5 ayə nəzərdə tutulur. Ya ilk 5 ayə nəzərdə tutulur və ya ümumiyyətlə 23 il ərzində nazil olan Qurani-Kərimin hamısı Ələq surəsindən sonra gəlir Qədir surəsi bildiyiniz kimi. İki surə arasında da bir irtibat qurulur. Biz onu Qədir gecəsində nazil etdik. Və mə ədrakə mə leylətül qadr. Yəni bu elə bir bəşər taqətini, bəşər idrakını aşan bir şeydir ya Rəsulum. Sən onu anlaya bilməzsən, yəni sən onu mahiyyətdə tam vara bilməzsən. Belə bizim dilimizdə uyğunlaşdıraq. Leylətül qadri xayrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan daha xeyirlidir buyurur yenə ayədə. 1000 ay nə deməkdir? 1000 ay necə anlamaq lazımdır? Burada müfəssirlər, Quranşünaslar iki qismə bölünür. Bir qismi ayəni literal olaraq başa düşür. Bəli. Onlar hesab aparırlar. Deyirlər ki, məsələn 1000 ay nə qədər eləyir? Təxminən 83 il eləyir. Hal-hazırdakı bizim insanların ortalama ömründən daha artığı. Yəni bir insan ömürdən daha faydalıdır. Yəni hətta belə deyirlər, yəni ömrə bərabər bir gecədir Qədir gecəsi. Bir qismində xeyr deyirlər. Bu Qurani-Kərimin ümumi üslubiyyatına aiddir. Bizim dilimizdə də 1000 sözü çoxluq üçün istifadə olunur. Kəsrətdən kinayə də deyirik ona. Çoxluğu bildirir. Yəni çox aydan xeyirlidir. Təbii ki, içində Qədir gecəsi olmayan aydan 1000 ay deyəndə. Bu da birbaşa Allah Teala tərəfindən həmən gecənin fəzilətini bildirilir burada. Leylətül qadri xayrun min əlfi şəhr. Tənəzzəlül mələikətü və ruhu fiyhə. Bu gecədə mələklər arxa-arxaya nazil olurlar və ruh nazil olur. Kövsər müəllim, biz dedik ki, yəni Qədir gecəsi Qurani-Kərimin vəhiy olmağa başladığı bir gecədir. Yəni birbaşa Qurani-Kərimlə bağlıdır. Allah Teala buyurur ki, deməli tərcüməsini deyə biləcək. Yəni o günü mələklər arxa-arxaya nazil olurlar. İndiki zamanda Allah Teala indiki davam edici zaman dilimində bəli feil istifadə olub, tətənəzzəlu olub tənəzzəlu. Yəni indikili zamanı bildirirsə bu onu göstərir ki, Qədir gecəsi heç də yəni tarixdə bir dəfə baş vermiş hadisə deyil. Yəni, ta qiyamətə qədər zaten müsəlmanların ümumi rəyi də budur ki, ta qiyamətə qədər davam edən bir prosesdir. Ondan sonra arxasınca ayən buyurur ki, o gecə tamamilə salamatlıqdır, tamamilə əmin-amanlıqdır. Bununla da bağlı bəzən məsələn suallar soruşurlar ki, yəni məgər o gecə yəni hamı üçün mü əmin-amanlıq olur? Burada Qurani-Kərimin üslubiyyəti mövcuddur, yəni üslubiyyəti ortaya çıxır. Belə ki, məsələn biz belə deyək, öz gündəlik işlətdiyimiz dildən deyək, məsələn hər hansı bir hökmdarın dövründən danışanda deyirik ki, əmin-amanlıq dövrü, digər dövrlərlə müqayisə deyirik, əmin-amanlıq dövrü. Onun dövrünü xarakterizə edərkən bu cürə adlandırırıq. Bu o demək deyil ki, məsələn həmən dövrdə heç də əmin-amanlığı pozulmayan insan yoxdur. İntensivlik burada çoxdur, yəni o qədər çoxdur ki, yəni burada əmin-amanlıq. Birbaşa dövrün adını birbaşa əmin-amanlıq qoyulur və ya məsələn ədalət dövrü. Yəqin ki, yəni o dövrdə ehtimal daxilindədir ki, kimlərsə ədalətsizliyə uğraya bilir. Bu da yəni alimlərimizin bu barədəki rəylərindən biri budur. Yəni biz də təbii bütün rəyləri saymırıq. Yəni burada qeyd etməyə uyğun gördüyümüz rəylərdən biri budur. Ki, yəni o qədər çox xeyir bu gecədə var ki, bu Qədir gecəsində o qədər ali bir gecədir ki, mələklər nazil olur.
bu ayı ümumən salamatlıqla, əmin-amanlıqla Allah Teala vəsf edir. Vəsf edilir. Ey arxayın olan kəs, razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön. Mənim qullarımın cərgəsinə keç, cənnətimə daxil ol. Bəzən ixtilaflı məqamlar olur, rəvayətlərdə gələn bəzi hədislər olur. Hədislər bizə bildirir ki, Qədir gecəsinin vaxtı dəqiq bilinmir və bu baxımdan müxtəlif rəvayətlər ortaya çıxır. Bu rəvayətlərdən bəziləri Ramazan ayının tutaq ki 18-ci, 19-cu, 21-ci, 23-cü Peyğəmbərin hədislərində bu tək günlərdə olduğu bildirilir. Fərqli günlərdə axtarmaq var. Bu gecənin vaxtının bildirilməməsi nə məna ifadə edir? Əvvəlcə bax, istərdim bunu da qeyd edək. Allah Teala aləmlərin Rəbbi deyir. Biz Allah Teala Rabbul aləmin. Rəbblə tərbiyə edici eyni kökdən gəlir və ya mürəbbi deyirlər. Allah Teala bir qism qullarının, onların faizini biz bilmirik. Bir qism qullarının Ramazanın tamamını, yəni məsələn belə düşünək də, əgər deyək ki, Qədir gecəsi konkret tarix olaraq bilinsəydi, deyilsəydi ki, məsələn konkret olaraq, yəni 100% ayın 27-sidir və ya 100% ayın 23-üdür məsələn deyilsəydi, insanların bir qismi digər Ramazanın günlərinə qarşı etinasız yanaşa bilərlər deyə burada bir pedaqoji bir hikmət mövcuddur deyirlər. Ona görə də Allah Teala deyirlər, Qədir gecəsini Ramazanın son 10 günündə məxfi qılmışdır. Yeri gəlmişkən xatırlayaq, başqa belə bilinməyən məchul, amma şirin bir, yəni burada məchulluq var, onu da deyim, yəni sanki bir yarışa sövq eləmək kimi bir durum da var. Başqa məsələn məchullar da var. Nədir? Məsələn, cümə namazında Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm, elə bir vaxt var ki, o an bütün məsələn dualar buyurur, qəbul oluna bilər. Amma onun konkret vaxtını bizə bildirmir. Burada bir təşviq var eyni zamanda ki, məsələn, cümə günündə biz nə edəyik? Maksimum onun axtarmağa çalışaq. Onu axtarmağa çalışaq, onun anlamını keçirdək. Göründə dediyiniz kimi, bu məsələn və ya Allah Teala'nın məsələn övliyaları, yəni vəli qulları, onlar da eyni zamanda məchuldur, məsələn biz bilmirik. Bilir ki, var. Deyirlər ki, hər insana xoş nəzərlə baxmaq. Bəlkə bu da övliya ola bilər, Allahın bir xas bəndəsi ola bilər. Bu niyyətlə məsələn. Hətta Anadolu türklərində gözəl bir söz var, yeri gəlmişkən. Deyir, hər gecəni Qədir, hər gördüyü Xızır bil. Hər insana baxanda ehtimal verir ki, bəlkə bu Həzrəti Xızır Əleyhisselam üçün, Həzrəti Xızır Əleyhisselam üçün də deyirlər ki, o yəni insanların arasında fərqli bir görkəmdə ola bilir. Qədir gecəsinin də belə bir əhəmiyyəti var. Yəni hər gecəni Qədir bil sözü də bir baxıma dediyiniz kimi insanları o gecənin feyzindən və bərəkətindən nəsiblənməyə çağırır və hər zaman bu axtarışda olmağı qeyd edilir. Bunu təfsir alimlərindən biri insana ölüm vaxtının gizli qalması ilə əlaqələndirirdi, buna bənzədirdi. O belə, sizin də dediyiniz o pedaqoji üsluba uyğun olaraq belə deyirdi ki, əgər insan ölüm vaxtını bilsə, həyatını ibadətə kifayət qədər sərf eləməz. Yəni o gözləyər, müəyyən bir dövrə qədər haramları işləyər, ondan sonra müəyyən bir vaxta gələndən sonra artıq qocalıb, ahıl vaxta çatandan sonra deyər ki, tövbə etdim və Allaha yönəlir, ölüm vaxtını bilsə. Amma ölüm vaxtının gizli qalması bu baxımdan insanı həyatının bütün mərhələlərində, hər anında Allaha qarşı məsuliyyət şuuru ilə davranmağa, ona yaxınlaşmağa sövq eləyir. Bu gizlilik onda belə bir təsir yaradır. Qədir gecəsinin də gizli qalması bu baxımdan insanı sövq eləyir ki, mömin axtarsın. Mömin o günlər içərisində hər gecə axtarsın, Allaha yaxınlaşmağa çalışsın. Nəticə etibarilə bunlar bir arayışdır, axtarışdır. Bəlkə bir mömin ola bilsin ki, Qədir gecəsinə rast gəlməyə bilər həyatı boyunca. Amma bunu nəzərə almaq lazımdır ki, həyatı boyunca bir insan Qədir gecəsinin izində olsa, Qədir gecəsinin axtarışında olsa, Rəbbinin o lütflərinə qovuşmağın axtarışında olsa, Allah mütləq şəkildə o qulunu dəyərləndirər, mütləq şəkildə ona bir savab yazar. İlkin müəllim, ümumi olaraq Peyğəmbər təcrübəsində Ramazan ayının son 10 günü əhəmiyyətlidir
və eyni zamanda sizin də vurğuladığınız kimi Qədr gecələrinin bu müddətə təsadüf etməsi də bu əhəmiyyəti daha da artırır. Bir də Peyğəmbər təcrübəsində etikaf adlanan bir müddət var. İstərdim bu barədə də qısaca izah verək əziz tamaşaçılarımız üçün. Bəli, etikaf dediyimiz ibadət xüsusi bir ibadət növüdür ki, belə ki, xüsusi Ramazanın son 10 günündə, yəni Peyğəmbərimizin sünnəsi olduğuna görə buna daha çox riayət olunur. Günlərini məsciddə keçirdirlər. Bir növ məscidə çəkilmə, məsciddə xəlvətə çəkilmə kimi bir praktika var. Və zəruri ehtiyacları xaricində yemədir, içmədir, yatmadır, bunların hamısını məsciddə, yəni ancaq zəruri ehtiyaclarında çölə çıxırlar. Yəni bu vaxtı məsciddə keçirdirlər. Təbii etikaf ibadəti ərzində bir çox ibadətlər yerinə yetirilir. Bunlardan təbii ən önəmlisi çoxlarımızın unutduğu təfəkkür ibadətidir. Təbii ki, digər ibadətlər, namaz, oruc, Qurani-Kərim öz yerində, bunlar hamısı var, amma təfəkkür ibadəti sanki nisbətən daha az önəm verilir. Halbuki alimlərimiz deyirlər ki, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Hira dağında ikən orada əsas məşğul olduğu elə təfəkkür idi, yəni. Bəli. Təfəkkür prosesi ilə məşğul idi. Bəs yaxşı, niyə təfəkkür eləmək? Təfəkkürdən söhbət düşmüşkən, biz Allah Taala'nın zatını düşünə bilmərik. Qurani-Kərimdə bizə bildirdiyi əsmasını, onun yaratdıqları üzərində, məxluqatı üzərində təfəkkür eləyərək Allah Taala'nı bu şəkildə yad edə bilərik. Özümüz haqqında, öz mənəvi gündəmimiz haqqında, öz mənəvi dərslərimiz haqqında düşünə bilərik, təfəkkür eləyə bilərik. Yontulmamış tərəflərimizi kəşf edə bilərik, onları daha kamilləşdirə bilərik. Nəticə etibarən, yəni bu bir təkmilləşmə, özünü dərk prosesidir. Doğrudan da Allah və onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib, kamil ədəb-ərkanla salamlayın. Ramazan əslində bizim üçün bir fürsətdir ki, bir həyatımıza dönük baxaq, biraz dayanaq, biraz sakitləşək və öz daxili dünyamıza yönələ bilək. İbadətlərimizi gözdən keçirək, daxili dünyamızı gözdən keçirək, unutmuş olduğumuz vərdişləri yenidən qazanaq. Bu baxımdan Ramazan ayı çox gözəl bir fürsətdir. Bir ay boyunca, bir ayı bütün o ibadət mövsümü olaraq qəbul edə bilənlərə nə gözəl. Bunu tam mənasıyla yerinə yetirməyənlər üçün Ramazan ayının son 10 günü var ki, o 10 gün içərisində şərt deyil 10 günün hamısı, bir günü, 2 günü, 3 günü kimin nəyə gücü çatırsa, sanki bir gündəlik dünyəvi həyatımızdan həftə sonu anlayışı olduğu kimi, bizim gündəlik iş həyatımızda nə var? 5 gün işləyərik, 6 gün işləyərik, 2 gün istirahət edirik. Ramazan ayının son 10 gününü də bu şəkildə başa düşmək lazımdır. Bizim o yorulmuş ruhani halımızı, yorulmuş mənəvi dünyamızı bəlkə istirahətə çəkmək, ona yeni bir qida vermək, onu bir mənəvi olaraq bir mərtəbəyə çatdırmaq bu Ramazandan götürə biləcəyimiz ən böyük qazancı olardı. İlkin müəllim, mən sizə çox təşəkkür edirəm. Vacib məqamlara toxundunuz. Ümid edirəm ki, bunlar əziz tamaşaçılarımız üçün faydalı olacaq. Gəldiyiniz üçün bir daha təşəkkür edirəm, minnətdarım. Təşəkkür edirəm, sağ olun. Sağ olun. Dəyərli tamaşaçılar, bununla da verilişimiz başa çatır. Gələn həftə eyni vaxtda, eyni saatda yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın.